Bu yaxınlarda səhifəmizdə böyük bir evin satışını təqdim etmişdim və onun reklamını etmişdim. 370 kvadrat metrlik iki mənzilin birləşməsi. Yəqin ki, o evi görmüşdünüz. Və o evin üzərindən bizə çoxsaylı zənglər gəldi. Hansı ki, o mənzillə maraqlanırdılar, o mənzili almaq istəyirdilər. O mənzili biz 2 gün ərzində satdıq. Yəni, bir nəfərə satdıq, Allah Allah şəxsin xeyrini versin və digər 7-8 müştəri ki var, onlar o tipli bir mənzil axtarırlar yenidən. Və həmin müştərilər üçün mən daha bir mənzil tapmışam. Qeyd edeyim ki, bu mənzil individual mənzildir. Yəni lift, 2 lift birbaşa mənzilin daxilinə açılır. Ümumilikdə 4 yataq otağı, bir böyük belə geniş qonaq otağı, 3 sanitar qovşaq, əlavə böyük bir teras eyvan, hansı ki birbaşa dənizə baxır və 3 qardirob otağından ibarətdir. Yerləşir Rəşid Behbudov küçəsində, şəhərin tam mərkəzi 28 may. Və dəhlizdən daxil oluruq, burada belə bir hissə var. Burada oturma otağı kimi istifadə olunur. Qarşısında həmin o dediyimiz teras böyük eyvan. Orada qəşəng yayda oturmaq üçün şərait yaradılıb və birbaşa dənizə mənzərə. Və daxil oluruq buradan belə bir geniş mətbəxə. Qeyd edim ki, mətbəx gördüyünüz kimi sütunlar falan hamısı əl işləridir və keyfiyyətli, belə deyək, mərmərdən mətbəxin bu ada hissəsi yığılıb və döşəməsi də isti döşəmədir. Bu hissədən də belə bir dəhliz açılır. Dəhlizin sağ tərəfində bir camaşırxana otağı, sağ tərəfimizdə bir yataq otağı, hansı ki uşaqlar üçün nəzərdə tutulub. Sol tərəfimizdə böyük bir sanitar qovşaq və valideyn yataq otağı. Bu yataq otağında nə var? Daxilində özünün sanitar qovşağı, qardirob, geyim otağı və belə bir geniş otaq. Və otağın da qarşısında eyvan birbaşa baxır binanın həyətinə və dənizə. Beləliklə, Rəşid Behbudov küçəsi 28 may metrosuna yaxın bu ərazidə yerləşən mənzil 380 kvadrat metrdən ibarətdir, 6 otaqlıdır. Mənzil əşyalı və əşyasız satıla bilər. Bu artıq müştərinin istəyinə uyğundur. Əşyalar gördüyünüz kimi klassikadır. Klassik üslubda həm mənzilin dizaynı, həm də əşyaları yığılıb. Maraqlanan şəxslər aşağıdakı nömrəyə zəng vura bilər.